Güzelim sen, sen kalbimin tacı, gözümün nuru, derdin elacı. Nəhayət 65-ci ildə mahnı teatrını yaratdı və bu mahnı teatrda dünyada ilk dəfə olaraq, yəni analogu yox idi. Məqsədi nə idi ki, yəni deyirik ki, mən Azərbaycan mahnısını qulaq asırlar, sözlərini anlamasalar da, amma mən istəyirəm ki, o mahnıda nədən danışılır, ümumiyyətlə o süjetlər qurulur. Bizi ilə Rəşid Behbudov qədim el nəğmələrindən Azərbaycan musiqi mədəniyyətinin inkişafına, hər mahnıya xüsusi süjet hazırlandı səhnədə. Bu həqiqətən də teatrdır, tamaşa edir. Yeni estrada mahnılarına dək Və o mahnıları xaricdə aparıb göstərirdi və Azərbaycan mahnısı nədir və burada nədən danışılır. Веселиться не устану, счастлив я теперь вполне. Ай, спасибо Сулейману, он помог советом мне. Sarı bülbüller, sarılıp güler, sarı bülbüller. O dəfi, milli geyim kimi papağı. Mehribanım mehriban, dur oyna, çal oyna. Tarı, sazı. Ansambla sazı daxilləmişdi. Nənəsi vermir qızı, nənəsi vermir qızı, aleyli, aleyli, özü mənə aşıqdır, aleyli, aleyli, hey, hey, ha, ha, ha. Mən orada işləmirdim. Mən konservatoriyada, indiki Musiqi Akademiyasında işləmişəm. Gəl burada otur işlə, nədir, müəllimlik, müəllimliyini də elə də, ancaq gəl burada solist ol. Orada nə qədər alırsan, burada 2 o qədər maaş sənə verəcəm, həvəsləndirir. Maraqlandırırdı və o görəndə ki, bu sənət onun üçün, bu sənətkar onun üçün nəsə verir, nəsə deyir, onun qədrini bilirdi. Beləliklə Rəşid Behbudov 1966-cı ildə Azərbaycan musiqi mədəniyyətində növbəti yeniliyə imza atır. Bu teatrda rəqs qrupu da olsun, bəlkə balet də olsun. İstəyərdim ki, sizin orada iştirakınız olsun ki, siz bir xoreograf kimi, çünki biz onda o söhbətlər aparanda biz Maksimlə orada tamaşalar qururduq. Bizi qəbul eləyəndən sonra sənətçi kimi bizi yanına dəvət etdi. O, xatirələrində yazır. Daha çevik, daha geniş imkanlı kollektiv yaratmaq arzusundayam. Məqsədim hər şeyi teatrlaşdırmaq, Azərbaycan dilini başa düşməyən tamaşaçılara musiqinin mətnini səhnələrlə başa salmaqdır. Yağışdan islanan yarpaqlarını səriplər dərəyə düzə lalələr, düzə lalələr, 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 lalələr. Bizim 3 yaşımız var. Gələcəkdə repertuarımızı daha da zənginləşdirmək fikrindəyik.
öz binamız olandan sonra teatrımıza cavan müğənniləri, bəstəkarları, şairləri, ssenaristləri, rejissorları daha da çox cəlb edəcək. Hər yerdə yorulmadan doğma Azərbaycanımızı tərənnüm edəcəyik. Əzizinem təkdə var, təkdə var. Halınızda təkdə var, təkdə var. Ay küt yatan bəxtəvər, ay küt yatan bəxtəvər. Aleyli, aleyli, heç demirsən təkdə var. Aleyli, aleyli, Teatrın bədii rəhbəri. Axı biz orada uzun müddət vaxt keçirirdik onun iş yerində. Gəlirdik, çay da içirdik, çörək də yedizdirirdi bizə, ac qoymurdu, diqqətli idi. Baxırdı ki, tələbəsiniz, hardan gəlmişsiniz, nəsiniz, nə deyirsiniz. Mən də bir dəfə gələndə qarpız mürəbbəsi gətirdim, gəldim ona. İndi qarpız mürəbbəsini qadınlar, eşidənlər bilirlər ki, qarpız mürəbbəsini əldə eləmək belə çətin məsələdir. Mən qarpız mürəbbəsini gətirib gələndə elə oldu, alt üst oldu bu adam. İnanın ki, mənə belə elədi ki, ay sən neynədin, ay qızım. Dedim, Rəşid müəllim, nə oldu ki? Ya tak adduşu, mən belə ürəkdən istəyirdim, çayla zadla içək burada. Deyir, yox, sən bilirsən, deyir. Bu mənim, deyir, mənim rəhmətli anamın, deyir, ən gözəl pişirdiyi və mənim ən sevdiyim mürəbbə idi. Mənim, deyir, anamı yadıma saldı. Böyüttün sen beni yana yana. Gözümün nuru canım ana. Büyüttün sen beni yana yana. Odlusan gün kimi, bir qaynar həyat kimi. Borcluyam mən sənə, sənə bir evlat kimi, əziz ana. Səhnədə dərs keçirdi və onun böyründə əyləşən, onun sənəti ilə yol gedən müğənnilər, musiqiçilər böyük bir məktəb keçdilər. Bunun aşık ritmini gerek точно, специфически bunu saklamak. Bunu saklamadın öldü. Pes нет. Mahnı teatr ümumiyyətlə təkcə bina deyil idi. Mahnı teatr mən idim, onun rəqqasələri idi, onun musiqiçiləri idi. O boydana ağır yükü üstündə daşımaq. Ayana, ayana, ayana dostum evlənir. Bir gözəl, bir gözəl, bir gözəl çiçəkləri. Anacan, anacan, anacan mənim də gözüm. Qonşuda, qonşuda, qonşuda bir çiçək görür. Ana özün fikirləş, mən nə deyim ki sənə?
ürəyimi görsənə. Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərinə görə 1979-cu ildə Mahnı Teatrının yeni bina ilə təmin olunması haqqında Heydər Əliyev tərəfindən sərəncam verilir. Rəşid Behbudov ona təklif edilən binalar içərisindən Arşın Mallan filminin fonoqramlarının yazıldığı binanı seçir. Binanın yenidən tikilməsinə özü nəzarət edərək təklif və məsləhətlərini bildirir. Xarici ölkənin hansı səhnəsində ki, salonunda çıxış eləyəcəyik, artıq yeriyə-yeriyə, addımlaya-addımlaya uşaqlara deyirdi ki, bax, burada rəqsi çox uzatmaq olmaz, qısaltmaq lazımdır. Mahnı Teatrının 1973-cü il Çiliyə qastrol səfəri ölkədəki siyasi böhranla, nümayiş və mitinqlərlə eyni vaxtda düşür. Bütün bu qarşılığa baxmayaraq, Rəşid Behbudovun konsertinə minlərlə tamaşaçı toplanır. Reprezentant de la Republika de Azərbaycan, Rəşid Behbudov. Qastrol səfəri başa çatmamış Çilidə dövlət çevrilişi baş verir. General Augusto Pinochet hakimiyyətə gəlir. Ölkədə fövqəladə vəziyyət elan olunduğundan və xarici aləmlə əlaqə kəsildiyindən Mahnı Teatrının kollektivi təhlükə içində qalır. Belə vəziyyətdə Mahnı Teatrının kollektivindən konsert tələb edən xalqın istəyini nəzərə alan Rəşid Behbudov Çilinin ondan artıq şəhərində konsertlər verir. 2 ay Çilidə qalmağa məcbur olur. Mahnı Teatrının kollektivi hökumətin işə qarışmasından sonra vətənə qayıda bilir. Anam doğma, vətənim sən Azərbaycanım. Yurdum yuvam, məskənim sən Azərbaycanım. Onda bir dənə gözəl keyfiyyət var idi. O səni kölgədə saxlamırdı. Rəşidin yanına düşdün və əgər o sənə inandı, o saat sənin gözünün qarşısında. Yəni ki, sən o saat kölgədən günəşin altına düşürdün. Dedi, ay papamın yerlisi, bir gəb görüm bura, nə inirsən, nə qayırsan, hardasan? Lap ciddi olanda da özü hiss eləyirdi ki, nəyəsə biraz bəlkə artıq ciddiliyini görsədib, ya acıqlananda, hirslənəndə tez çalışırdı ki, heç kəsin könlünə dəyməmək üçün, onun könlünü almaq üçün nəyinəsə yumşaltsın. Düzdür, o bir cürə belə başını bulamağı var idi, nəsə deyib gedəndən sonra da görürdün, başını belə bulaya-bulaya gedir, bilirdin ki, hə, nəyəsə düzgün eləməmişəm.
Nə vaxt gəlirdiksə, Rəşid müəllimi teatrda görürdük. Gedirdik, birdən bir şey yaddan çıxmış olurdu. Notdan, nə bilim, simdən, nədənsə. Qaydırdıq 2-3 saatdan sonra ki, bizə lazımdır bu not. Gəlib görürdük ki, Rəşid müəllim teatrdadır. Пожалуй, сохранить критерии к жизни и к самому себе. Мне кажется, именно это и позволяет мне жить на максимуме. И еще иметь всегда, и еще всегда стремиться к новому, не бояться воплощать новые идеи. Никогда. Gecə 12-dir, mən deyim, Rəşid müəllim gedim. Mənə deyir, hara gedirsən? Arvadın, uşağın ağlayır, sənə göz. Gəl bir də gedək salona baxaq. Baxaq, yuxarıdan bax, aşağıdan baxaq. O gezirdi səhnədə, bir əli ilə yoxlayırdı, mıx. Bax, bu səhnədir, düppədüz. Əli ilə yoxlayırdı. Deyirdi, burada mıxı gərək bir də yaxşı mıxlasın. Mənim balerinam birdən ayağı ilişər. Barmağını çizər və sabah bir yerə gedəcək, irinləyər, o qalxa bilməz barmağının üstünə. Mən neyniyərəm? Çünki hər solisti o bilirsin necə qoruyurdu. Ana, anacan, ana. Gözümün nuru, canım ana, büyüttün sen beni yana yana. O milli musiqi alətlərini estrada musiqi alətləri ilə bir yerdə sintez eləmişdi. Рашид Бейбутов не стремится к легкому успеху. Он обращается к чистому и неисчерпаемому источнику народного творчества. И на этой основе создает песни, которые в то же время отвечают всем требованиям современности. Musiqiçilərin bir qədrin qiymətini göstərirdi ki, bax görürsən də, bax bu belə çalır, bu belə oxuyur, bu belə. Oxuyanların özünü apçıqa. Öyle olmaz. Yok. Bu artıq oldu. Sen kime ne gösterirsen? Kime ne gösterirsen? Sen birden açtın altını, şükürdün, gösterdin ki bu varımdı. Daha mənim heç nəyim yoxdur. Sən eylələmə, yox canım, baxçıqa, nə bilim nə, xoş sözlərlə yumuşaq onu xətrinə dəyməyərək məktəb keçirdi, səhnədə dərs keçirdi. Və onun böyründə əyləşən, onun sənəti ilə yol gedən müğənnilər, musiqiçilər böyük bir məktəb keçdilər. Mən deyərdim ki, akademiya keçdilər. Песни повести далеко за пределы нашей. И мы не можем, понимаешь, мугам коверкать нельзя. Ты играй чисто, гладко, мугам так, как это необходимо. А Рафик, он дает аранжировку, дает обработку, ритмически, она идет все современного характера. То, что народ ничего. Да, и причем то же самое, он тоже элементы дает. Это не просто он дает ритмические какие-то сверху взятые. Нет, все равно он остается национального характера, но современное идет течение, аккомпанемент. А мугам ты должен оставить совершенно то. Kipriklerin oktur, kaşın kamandır, kaşın kamandır. Kipriklerin oktur, kaşın kamandır, kaşın kamandır. Ay kız mənə üzsən dərmə amandır. Gözəl mənə üzsən dərmə amandır. Həsrətinlə hər
həsrətinə hər zaman. O çox xasəli adam idi. O hər şeyi hiss eləyirdi. Deyirdi ki, Maksud biraz deyir, bəzi vaxt aşıq dedi. Seks deyir, məsələsi var. Seks baxa. Bu deyir, incəsənət üçün deyir, zərər verəcək. Çünki incəsənətin yolu ayrıdır. Seks öz yerində, incəsənət öz yerində, səs öz yerində, gözəllik öz yerində. Bax, Rəşid bunu hiss eləyirdi ki, belə bir yola biz gedirik. El que no sabe de amor llorona, no sabe lo que es martirio. O böhründə onunla çiyin-çiyinə işləyən insanların o gələcəyi onu düşündürürdü ki, bunlara mən sənət öyrədirəm, bunlara səhnə verirəm, bunlara ilham verirəm, bunlara mən rəhbərlik eləyirəm. Bax, bu rəhbərliyi də bacarırdı. Onların dilində səhnədə də danışa bilirdi, həyatda da danışa bilirdi, yolda da danışa bilirdi və bütün bu insanların hamısını ruhlandırırdı. Bilirsiniz, adam Rəşid Beybutovdan darıxa bilmirdi ki. Adam Rəşid Beybutovdan doya bilmirdi. Yaralıyam değme, könlümün budağın eğme. Я дружбу знал и любовь и почет. अच्छा हिंदुस्ता हमारा हम बुलबुले इसकी ये गुलस्ता हमारा सारे जहां से अच्छा हिंदुस्ता हमारा सारे जहां से अच्छा गुर्बत में हो अगर रहता है दिल वतन में समझो वही हमें भी दिल हो जहाँ हमारा सारे जहाँ से अच्छा हिंदुस्ता हमारा. Mahnı teatrı yarandığı gündən dünyanın 52 ölkəsini gəzir. Teatrın qastrol coğrafiyası dünyanın bütün qitələrini əhatə edir. İngiltərə, Şotlandiya, İsveç, İsveçrə, Macaristan, Yugoslaviya, Pakistan, Nepal, Türkiyə, Hindistan, Almaniya, Meksika, Kosta Rika, Venezuela, Uruguay, Paragvay, Panama, Peru, Kolumbiya, Braziliya, Çili kimi ölkələrin tamaşaçısının Azərbaycanla tanışlığı məhz Rəşid Behbudovun bələdçiliyi ilə baş verir. Anam doğma, vətənim sən Azərbaycanım. Rəşid Beybutovun ətrafında olan musiqiçilər ən yaxşı musiqiçilərdən biridirlər. Bunu saklamadın öldü. Pes нет. Teatrda birinci mərtəbədə, yəni ki, zirzəmi biraz nəmişli idi. Orada onlar bir saat oturan, o sutkalarla otururdu, yəni ki, saatlarla. Və mənə elə gəlir ki, hələ böyrəklərinə də o da təsir elədi. Özdə bir dənə maraqlı işdir ki, mən heç bir dəfə ondan şikayət sözü eşitmədim. Yabancı olduk şimdi,
yazık birbirimize. İstersen gel dönelim eski günlerimize. Gözümün nuru dedin elacı, gözümün nuru derdin elacı. Uca dağ başında ceyran yol eyler, yüreğim başında tikan kol eyler, yüreğim başında tikan kol eyler. Yaralıyam değme, 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 könlümün budağın eğme, eğme, eğme. Yaralıyam değme, 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 könlümün budağın eğme, eğme. Güney müxtəlif ölkələrində belə bir teatrlar mövcuddur. Moskvada o cümlədən Alla Pugaçovanın, Valeri Leontovun mahnı teatrları mövcuddur. Və bunlar da hamısı, yəni fəxr edirik ki, Alla Pugaçova vaxtilə gəlmişdi Bakıya, Rəşid Beybutovdan. Mahnı teatrı haqqında yəni xüsusi məlumatlar almışdı. Binasına baxıb həsrətlə demişdi ki, bəs mən də yaratmışam, siz mənə kömək elədiniz o vaxtda, amma mənim hələ binam yoxdur. Yəni sözümün canı odur ki, bu janr çox geniş yayıldı dünyada və artıq bütün dünyada bir musiqi janrı kimi artıq özünə yer tapıb mahnı teatrı anlayışı. Və düz 1979-cu ildə dünyasını dəyişən ilə qədər 1989-cu ilə qədər onunla qastrol səfərlərində. Mənim rəşidliyim o vaxt rəşiddir ki, haçan mən səhnədəyəm. Belə oturub boşboğazlıqla mən rəşid deyiləm. O can atırdı ki səni, o bilirdi ki Rəşid Beybutov səhnədə rəşiddir. Rəşidin qiyməti sənətindədir. O elə belə oturub çay içməyində deyil. Yəni ki o can atırdı səni. Bilirdi ki Rəşidin məqamı cəngavərin məqamı açandır. Meydana çıxsın qılıncı ilə. Hara getsəm, harda olsam, səni tərənnüm edirəm doğma Azərbaycanım. Amerika, Argentina, Yugoslaviya, Honduras, Yemen... Mahnı teatrının yaradılması Rəşid Behbudovun həm həyatında, həm də ifaçılıq sənətində yeni və kamil dövr idi. Həyatının qalan hissəsini o bu teatra həsr edir. Sənin mahnıları alqışlayır, sənə sağ ol deyir. Yaşa, yaşa, mənim anam, atam, canım, Azərbaycanım. Dağlarına düşən şehdən çöllərinə